Kvant fizikasına göre kainat bir bütövdür. Ayrı-ayrı hissələrdən ibarət deyil. Hər şey bir-biriyle bağlıdır. Hər şey daxildən bağlıdır. Lakin əksər fiziklər düşünür ki, daxil deyilən bir şey yoxdur. Çünki onların fikrincə, mövcud olan hər şey ölçülə bilən şeylərdir. Amma bu mümkün deyil. Heç kim kvant kompüterlərinin niyə işlədiyini başa düşə bilmir. Çünki onların işləmə mexanizmi fəza-zamanda baş verə bilməz. Bu, Hilbert fəzası adlanan yerdə baş verməlidir. Lakin Hilbert fəzası riyazi bir anlayışdır. Bəs necə ola bilər ki, riyaziyyatın mücərrəd bir sahəsində əməliyyatlar aparılır? Görürsünüz, bu məntiqsizdir. Amma heç kim bu barədə dərindən düşünmək istəmir, çünki heç kimə bu cür dərin düşünmək öyrədilməyib. Onlar problemi həll etmək və tənliyi vermək istəyirlər. Mən tənlikləri həll edərəm, lakin tənliklər şuur tərəfindən yaradılır. Riyaziyyatı yaradan şuurdur, şuuru yaradan riyaziyyat deyil. Riyaziyyatın şuur tərəfindən yaradıldığını anlamaq mənə 30 il vaxt apardı. Buna görə də mən şuuru riyaziyyatla izah edə bilmərəm. Və mən başa düşdüm ki, mənə belə öyrədildiyi üçün eyni şeyi etməyə çalışırdım. Mən düşüncə tərzimi dəyişməli oldum.